Gəncədə şəhidlərimizin şəkillərini Paşinyan söktürürmüş. Deyəcəksiniz, İlham Əliyev kimi qabilində başını cücü yiyib. Bu nə danışır elə? Paşinyan niyə şəhidsiz şəkillərimizi söktürsün? Paşinyan necə edə bilər elə? Dəyərli həmvətənlərim, yayımı bəyənin, paylaşın, auditoriyamızı genişləndirin. Bildiyiniz kimi, bilməyənlər də bilsin ki, 7-ci ayda idman oyunları keçiriləcək Gəncədə, MDB ölkələrinin idman oyunları. Və bildiyiniz kimi Paşinyan bu oyunları dəstəkləyib, hətta Gəncədə keçirilməsini dəstəklədi və bildiyiniz kimi Paşinyan da, Ermənistan da bu oyunlarda iştirak edir. Ermənistan rəhbəri Paşinyan, Nikol Paşinyan Putinə deyib ki, mən MDB oyunlarına gələcəm, amma ki, orada mənim başım, mənə görə problem də yoxdur, amma mənim komandam var, gələcək. Orada Gəncənin bütün küçələrində şəhid şəkillərini görəndə bizim ermənilər narahat olacaq. Necə deyim, pis olacaq, ürəyi bulanacaq ermənilərin. Paşinyan Putinə deyib ki, o şəkilləri yığışdırın, mən gəlirəm Gəncəyə MDB oyunlarına. Və bilirsiniz, MDB oyunlarının rəhbəri Putindir. Elə zaten bu MDB-də ancaq oyundan başqa bir şey yoxdur. Bunun başqa hər tərəfi oyundur. Nəinki idman oyunları. Putin də İlham Əliyevə özü də deməyib. Mabinlərdən birine deyib İlham Əliyevə zəng elə ki, o şəhid şəkillərini yığışdırsın. Gözüm görməsin. Və İlham Əliyev də dərhal göstəriş verib şəhid şəkilləri yığışdırılır. Özü də indidən niyə yığışdırılır? Birdən etiraz zadı olardı. Biraz insanlar ayğazda qalxardı. Qoy o, yəni hələ bir aydan çox bir zaman var. Etiraz olsa, yəni səngiyən vaxta düşsün. Bilin ki, sizin prezidentiniz Dovşandır. Bilin ki, sizin prezidentiniz İlham Əliyev deyil. Bilin ki, İlham Əliyev orada Putinin ağıllı toplanıdır, maşasıdır, çuvakıdır, çukilasıdır. Ən yaxşı halda Cənubi Qafqaz üzrə komitanıdır. Bizim müharibə əmrini də Putin vermişdi. İndi nə deyim? Ay belə prezident, ay belə idarəçilik. Puh, sizin üzünüzə. Siz Ermənistana getsəniz, o Daşnaqların abidəsiz ad götürüləcəkdi mi? Ermənilərdə erməni bayraqlar deyə o ermənilərin də gəbərmişləri var. Onların şəkilləri yığışdırılacaqdı mı? İlham Əliyev. Burada getməyə. Bunlar bir dənə İsmailiyyə gedir, kortejlə 500 maşın gedir İlham Əliyevin dalına.